Şəxsən Maya xanımın yerinə mən olsaydım, çıxardım o damın başına, bir neçə kubiki üst-üstə qoyardım. Kimsə elə bilsin ki, mən burada ikinci mərtəbəni artırıram. Ən az 5 qurum gəlməsəydi ora adımı dəyişərəm. Ən azı 5 qurum ki, nə edirsən? Ev tikirsən, artırırsan, icazən var. Bələdiyyədən icazən varmı? İcradan icazən varmı? Fövqəladə hallardan icazən varmı? Nə bilim, osundan icazən varmı? Busundan icazən varmı? 5 daş yox, 2 daş üst-üstə qoysaydı, artıq bütün hamı əl cibində, qalsuq boğazında gəlib dayanmışdı orada. Amma bu məsələdə o deyir ki, mənə aidiyyatı yoxdur. Bu deyir, mənə aidiyyatı. Yaxşı, onda siz izah eləyin ki, bu yazıq qadın gedib kimdən kömək istəməlidir? Bu ölkənin Azər suyundan kömək istəməlidir, icra hakimiyyətindən kömək istəməlidir, bələdiyyəsindən kömək istəməlidir, Fövqəladə Hallar Nazirliyindən kömək istəməlidir. Mənə aid deyilən, iş bitmir, vallahi iş bitmir. 11 gündür yağan yağışlar, bugün ayın 22-sidir. 11 gündür adamlar suyun içərisindədirlər, gedirlər başqa yerdə kirə tutub yaşayırlar. Qalarsınız aidiyyatı qurumların rəhbərləri, işçiləri, bir gün qalarsınız da suyun altında. İnfaq keçirərsiniz də çoxunuz. Bunun süzülməyinə baxın, incə tel qədər olub və qırılır. İndi bunun süzülməyinə baxın. Min bir dərdin dərmanı olan bizim gökə balımızdır bu. Kim əgər istəsə, Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39. Zəng eləyin, sifariş eləyin. Qoy sizin süfrənizdə bizim də ballardan olsun. Sağ olun.